Bizim bugünkü mövzumuz olacaq müqayisə və sıralama. Müqayisə və sıralamada biz necə işləyəcəyik? Baxaq ilk öncə bəzi sualların izahına. Deməli, müqayisə və sıralamada birinci tapşırığa baxaq. Deməli, kəsrlərin müqayisəsi deyilir. Müxtəlif kəsrləri biz necə müqayisə edirik? Əvvəlcə, məsələn, göstərirəm nümunə üçün. 3 bölünsün 8 və deyir 5 bölünsün 6 kəsirini müqayisə elə. Ya biz bu kəsrləri biz müqayisə edərkən biz ya məxrəcləri bərabərləşdirməliyik, ya da ki, məxrəcləri bərabərləşdirməliyik, ya sürətləri bərabərləşdirməliyik. Deməli, məxrəcləri biz necə bərabərləşdirəcəyik? 8-lə 6-ya biz əköb tapmalıyıq. 8-dən 6-ya. 8-in sadə vurğuları necədir? 2 vurulsun 2 vur 2, 6 da 2 vurulsun, deməli 6, 2 vurulsun 3 deməkdir. Bunu bildik. Deməli, əköb necə tapacağıq? Ortaqları işarə edirik və yerdə qalan başqa ortağımız yoxdur. Yerdə qalan ədədlərimiz hansılardır? 2, 2 vurulsun 3-dür. Ortaqlardan birinə götürürük və yerdə qalanları da bir-birinə vururuq. 2-nin kubu 8-də 3 vuranda necə? 24. İndi mən məxrəcləri necə bərabərləşdirəcəm? Əköb tapdım 24, 24. 24-ü böləcəm 8-ə, eləyəcək 3. 24-ü böləcəm 6-ya, eləyəcək 4. Sonra 3 dəfə 3-ün 9 və 4 dəfə də 5-in 20. Məxrəcləri bərabər olan kəsirlərdə sürəti böyük olan kəsir böyükdür. Yəni, kiçik olan kəsir də kiçikdir. Yəni, bizim işarəmiz bu formada olacaq. Əköb tapmağı da göstərdim sizə ki, yəni, birinci məxrəcləri bərabərləşdirməliyik. Daha sonra ikinci variant necə edə bilərik? Bunlara necə müqayisə edə bilərik? İkinci üsulumuzda bu formada ola bilər. 6 ilə 3-ü biz bir-birinə bu formada vuracağıq. 6-nı 3-ə vuranda eləyəcək 18. 8-i də 5-ə vuranda eləyəcək 40. Hansı böyükdür? Deməli, bu formada yazırsan. 6-nı 3-ə vuranda alınan hasili burada qeyd edirsən. 8-i də 5-ə vuranda alınan hasili burada qeyd edirsən və ona uyğun müqayisəni aparırsan. Yenə də gəlib eyni işarə çıxacaq. Ya əköb tapmalısan. Əköb tapmaq da çox, yəni, rahatdır, çətin deyil. Və sadə dedik ki, biz əgər 2 ədədimiz görürük ki, sadə ədədlərdir. Sadə ədədlərin əköbü nəyə bərabərdir? Onların hasilinə bərabərdir. Sonra 1 ilə istənilən ədədin əköbü onların hasilinə bərabərdir. Ardıcıl sadə ədədlərin əköbü ardıcıl tək ədədlərin əköbü onların hasilinə bərabərdir. Sonra ardıcıl natural ədədlərin əköbü onların hasilinə bərabərdir. Yəni, bu qaydaları bilsəz, əköb tapmaq çox sadədir. Və yerdə qalan ədədlər ki var, onları biz sadə vurğulara ayıracağıq. Ortaqları qeyd edirsiniz. Ortaqlardan sonra əköb tapanda ortaqları götürürük və belə yerdə qalan ədədləri götürüb bir-birinə vururuq. Və bu da bizim əköbümüz olur. Məsəl üçün, bir neçəsini göstərəm sizə. 2 bölünsün 15 kəsiri və 20 bölünsün 3 bölünsün 20 kəsiri. Deyir, bunun kəsirləri ən kiçik ortaq məxrəcə gətirin. Burada deyir ki, ən kiçik ortaq məxrəcə gətirərək müqayisə edin. 15 ilə 20-yə mən əköb tapmalıyam. 15 ilə 20-yə əköb necə tapa bilərəm? 15 nə deməkdir? 3 vurulsun 5 deməkdir. 3 vurulsun 5 deməkdir. 20-də 4 vurulsun 5 deməkdir. 4-də 2 vurulsun 5 deməkdir. İndi ortaqlara baxaq görək. Ortaqlarımız nədir? Bir dənə 5-dir sadəcə. 5 vurulsun, yerdə qalanlar nədir? 3 vurulsun 2 vur 2. 2 dəfə 3-ün 4, 4 dəfə 3-ün 12. 12-ni də 5-ə vuranda eləyəcək 60. Mən tapdım əköb 60. 60, 60. 60-ı deməli 15-ə bölsək eləyəcək 4. 60-ı 20-yə bölsək 3 eləyəcək. 4 dəfə 2-nin 8. 3 dəfə 3-ün 9. Hansı böyük oldu? Əlbəttə ki, bu ifadə daha böyük oldu. 60-da 9 kəsiri daha böyük oldu. Yəni, ən kiçik ortaq məxrəcə gətirmək o deməkdir ki, əköbünü tapın. Ən kiçik ortaq məxrəc əköb tapmaq deməkdir. İkinci tapşırıq da deyilir ki, verilən kəsirləri ortaq məxrəcə gətirməklə müqayisə edin. Yəni, ortaq məxrəc nədir? Biz kəsirləri həmişə ortaq məxrəc gətirəndə ancaq əköb tapırıq. Əköb yox. Sonra digərləri ilə dairədəki kəsirləri verilən kəsirlərin hər biri ilə müqayisə edin. Baxın, deyir, dairədəki verilən kəsirlərin hər biri ilə müqayisə edin. Məsəl üçün, birini yazaq və 8-də 3 kəsirini deyir 12-də 5 kəsirlə müqayisə edin. Sonra 8-də 3 kəsirini deyir 24-də 7 kəsirlə müqayisə edin. Sonra deməli 8-də 3 kəsirini 10-da 7 kəsiri ilə müqayisə edin deyir. Birini də yazaq. 8-də 3 kəsirini 20-də 9 kəsiri ilə deyir müqayisə edin. Deməli,
Ortaq məxrac gələrək də müqayisə edə bilərik və yaxud da bayaq dediyimiz ola bir-birinə vura bilərik. 12-ni 3-ə vuranda eləcə 36, 8 ilə 5-ə vuranda 40 eləcək. Bu daha böyükdür. 24-ü 3-ə vursaq, deməli 4 dəfə 3-ün 12, 3 dəfə 2-nin 6, 72, 8 dəfə də 7-nin 56. Hansı böyük olur? Deməli bu ifadə böyüksə bu kəsrimiz daha böyük olacaq. 3-ü onunla vuranda eləyəcək 30, 8 dəfə 7-nin də eləyəcək 56. Deməli, hansı kəsrimiz böyükdür? Əgər bu ifadə böyükdürsə, 56 böyükdürsə, demək ki, ikinci kəsrimiz daha böyükdür. 30-u 3-ü 20-yə vuranda eləyəcək 60, 8 dəfə 9-un 72. Bu ifadə kəsir 72 böyükdürsə, demək ki, bizim bu kəsrimiz böyük olacaq. Yəni, qısa variantı da budur ki, bu formada da yaza bilərik. Sonra digər kəsrlərdə eyni qayda ilə. N-in hansı natural qiymətlərində aşağıdakı müqayisələr doğru olar? İndi baxaq görək, mən N-in yerinə hansı ifadələri yazsam, bu ifadələr, bu deməli, üsul doğru olar. Bax, bizim misalımız bu formada. N bölünsün 8, 29 bölünsün 40. İndi mən N-in yerinə natural qiymətlər yazmalıyam. Baxaq görək, 8 ilə 40 fərqli kəsirlərdir. 8 ilə 40, mən bunların məxrəclərini eyniləşdirməliyəm. 8 ilə 40-a çox nə tapa bilərəm? Elə 40-ın özünü tapa bilərəm. Çünki 40 8-ə də bölünür, 40 40-ın özünə də bölünür. 40-ı 8-ə böləndə 5, 8-ə 5-in 40 eləyir axı. 40-ı da 40-a böləndə 1 eləyir. 5-ə ilə vuranda 5-i, 29-da 1-ə vuranda eləcək 29. İndi baxaraq ki, yenə də biz bilmirik, işarəmiz də bu formada verilibdir. Baxaraq ki, məxrəclər bərabərdir. Məxrəclər bərabərsə, məxrəci ataq getsin. Biz sürətləri müqayisə edək. 5-in kiçikdir 29-a. Burada onda n bərabər nəyə bərabər olacaq? N kiçikdir 29 bölünsün 5. Adi tənlik kimi həll edirik. Və yaxud da ki, tənlik kimi də həll edə bilərsiniz. Bu ifadəni deməli tamamlayım, sonra da başqa bir yolla göstərəcəm. En kiçikdir. Bu dedik ki 5 vurulsun n vurma işarəsidir. 5 ilə n arasında vurma işarəsi var. Deməli, n oradan nəyə bərabər olacaq? En kiçikdir 29 bölünsün 5-ə. İndi mən bunu düzgün olmayan kəsrə qarşı kəsrə çevirməliyəm. En kiçikdir 29 5-in içərisində 5 dəfə yerləşir. 5 dəfə 5-in 25-in də üstünə deməli neçə gəlsək 29 eləyir. 2 gəlsə 29 eləyir. Deməli, baxaq. Sonra indi deyir ki, n deyir kiçikdir 5-dən 5-dəki kəsimdən kiçikdir. İndi mən burada tapmalıyam. N 5-dən 5-dəki kəsimdən kiçikdirsə, mən burada n-in yerinə hansı qiymətləri ala bilərəm? N 5-ə qədər qiymətlər alır da, natural qiymətləri soruşur məndən. N 1 ala bilər, 2-ni ala bilər, 3 ala bilər, 4 ala bilər, bir də 5-in özünü ala bilər. Çünki 5-i də keçibdir. Ona görə. Çünki dedik ki, əgər 5 tam olursa, 5-i keçib deməkdir. Sonra, üzr istəyirəm, mən burada 2 yazmışam. 2 olmur, bu 4 olur. Dəqiqə, düzəldim bunu. 5 də 5-in 20, 29. Deməli, yenə də n kiçikdir 5,5-də 4-dən. Deməli, n 1, 2, 3, 4 və 5-in özünü də ala bilər. Sonra başqa bir üsul necədir? Yəni, ikinci bir üsul odur ki, yəni biz n-in yerinə qiymətlər yazmalıyıq burada. N əgər 1 olsa, baxırıq ki, düzgün bu ifadə düzgün olarmı? 5 həqiqətən 29-dan kiçik olar. N 2 olsa 5 dəfə 2-nin 10, 10 29-dan kiçik olar, düzdür. 5 3 olsa 15 29-dan kiçik olar. 4 olsa 5 dəfə 4-ün 20, 20 29-dan kiçikdir. 5 dəfə 5-in 25, 25 29-dan kiçikdir. Bəs 6 qoysa 6 dəfə 5-in 30, 30 29-dan kiçik ola bilməz. Yəni böyük olmalıdır. Yəni biz baxın bu şərtə əsasən deməli həll edirik. Baxın bu şərtə əsasən tapırıq da biz. Baxın, bu şərtə əsasən biz tapırıq sualı. Ona görə də n-in yerinə qiymətlər yazıb da hesablaya bilərsiniz. O formada da hesablaya bilərsiniz. Və yaxud da ki, bu cür adi tənliklə də həll edə bilərsiniz. Sonra məsələ birini də yazaq. Deməli, deyir ki, n bölünsün 1 kiçikdir 11 bölünsün 15-dən. Mən deməli 5 ilə 15-i eyniləşdirməliyəm. Eyniləşdirək, 5-i 3-ə vursam, məxrəcləri bərabərləşdirməliyəm, onda sürəti 3-ə vurmalıyam. Olacaq 3n bölünsün 15, kiçikdir 11 bölünsün 15-ə. Deməli, məxrəclərim eynidir. Mən eyni olduğuna görə mən bunları ata bilərəm. Mənə əsas sürət lazım. 3n kiçikdir 11-dən. Demək, onda n hansı qiymətləri ala bilər? N bərabərlə 1 olsa, 3 11-dən kiçik olar. 2 olsa 3 dəfə 2-nin 6 11-dən kiçikdir. 3 dəfə 2-nin 9 11-dən kiçikdir. 4 dəfə 2-nin 12 11-dən kiçikdir, böyükdür. Deməli, n-in hansı qiymətləri? 1, 2, 3 qiymətləri bu şərti ödəyir. Bu formada da yaza bilərək. Və yaxud da ki, ikinci yolumuz budur ki, 3n kiçikdir 11-dirsə,
En kiçikdir nədən? 11 bölünsün 3. Tənlik üsulu ilə həll edəcəyik. Onda en kiçikdir nədən? 11 3-ə bölsək, deməli 11 3-ün içində 3 dəfə yerləşir. 3 dəfə 3-ün 9, üstə gəlsə 2, 11. Deməli, sonra en hansı qiymətlər ala bilər? En, deməli burada da görürük ki, en 1 ala bilər. 1-i, 2-ni və 3-ün özünü də ala bilər. Çünki 3 tam 3-də 2 olduğuna görə, yəni 3-ü keçib artıq, ona görə 1, 2, 3 ala bilər. Və yaxud da ki, o yazdığım şərtə əsasən də həll edə bilərsiniz. Ya bir də tənliklə həll edin, yəni eyni cavab alacaqsınız. Və yaxud da ki, bu formada həll edin. Daha sonra müqayisə və sıralamamız bu formada. Sonra keçək digərinə, görək orada nə deyir? Hesablayın və müqayisə edin. Yenə də birindən yazıram mən burada. Məsəl üçün yazaq 3 nömrəli sualı 5-in 3-cüsünü qeyd edirəm. 5-in 3-cüsündə nə deyilir? Deyir ki, 1 çıxılsın, 4 bölünsün 9 və 800-də 3 deyil müqayisə ilə. Biri mən necə yaza bilərəm? Mən 9-a 9 kimi yaza bilərəm. Çünki 9-a 9-a böləndə onsuz 1 edir. Nəyə əsasən 9 yazıram? Bu məxrəcə əsasən. Çıxılsın 9-da 4. İndi 9-dan 4 çıxanda 5, məxrəcləri bərabər olan kəsirləri biz necə toplayıb çıxırıq? Məxrəclər olduğu kimi qalacaq, sürətləri olduğu kimi də toplayırıq və çıxırıq. 9-da 5. İndi bəli, 9-da 5 nə? 8-də 3-ü mən müqayisə edə bilərəm. 9 ilə 8 görürük ki, ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin əkçobu nəyə bərabərdir? Onların hasilinə 9-da və 8-in 72, 9-da və 8-in 72. 72-ni 9-a bölsək 8, 72-ni 8-ə bölsək 9 eləyəcək. Burası 8. 8 və 5-in 40, 8, 9 və 3-ün 27. Hansı kəsir böyük oldu? Bu kəsirimiz böyük oldu. Demək ki, bizim deməli bu sualımızda bu ifadə daha böyük olacaqmış. Və yaxud da ki, ikinci müqayisə yolumuz da belədir ki, və deməli 8-i biz 5-ə vursaq edəcək nə? 40, 9 və 3-ün 27. Baxın, görürsünüz ki, yenə də bu ifadələri almış olduq və bu ifadə daha böyükdürsə, demək ki, burada daha böyük olacaq. Birinci kəsirimiz daha böyük olacaq. Digər suallarda eyni qayda ilə, yəni ki, məxrəclərə bərabər olan kəsirlərimiz var, toplayıb çıxma var. Məxrəclərə baxın, bərabər olan kəsirlərimiz var. Bunlar çox sadədir. Sonra deyir ki, birinci boru hovuzu 8 saata, ikinci boru isə 12 saata doldurur. Bu boruların hansı bir saata hovuza daha çox su vurar? Birinci boru hovuzu 8 saata doldurursa, birinci boru hovuzu 8 saata doldurursa, hansı hissəsi dolmuş olar? 8-də 1 hissəsi dolmuş olar. İkinci boru deməli hovuzu 12 saata doldurursa, 12 saata doldurursa, hovuzun hansı hissəsi dolmuş olar? 12-də 1 hissəsi dolmuş olar. Bunu da bildik. İndiki bu boruların hansı bir saata hovuza daha çox su var? Yəni ki, müqayisə ilə gör hansı hovuza daha çox su vurur. İndi yəni 8-də 1 nə? 12-də 1-i biz müqayisə etməliyik. Uşaqlar, baxın, bayaq biz məxrəcləri bərabər olan kəsirləri müqayisə etməyi öyrənmişdik. İndi sürətləri bərabər olan kəsirləri biz müqayisə etməliyik. Və sürətləri bərabər olan kəsirlərdə necədir? Məxrəcləri bərabər olan kəsirlərdə dedik ki, biz məxrəcləri müxtəlif olan kəsirlərdə dedik ki, biz məxrəcləri eyniləşdirə bilərik. Məxrəcləri eyniləşdiririksə, məxrəcləri bərabər kəsirlər olanda artıq sürəti böyük olan kəsir böyük, kiçik olan kəsir də kiçikdir. İndi sürətlər bərabərdirsə, bu tərsinə olacaq. Sürətlər bərabər olanda məxrəcimiz kiçik olan kəsir daha böyük sayılır. Yəni, bu kəsir daha böyükdür. Məxrəc yadda saxlayın. Əgər sürətlər bərabərdirsə, məxrəci kiçik olan kəsir daha böyükdür. Məxrəci kiçik olan kəsir, kiçik olan kəsir daha böyükdür. Bu qaydanı yadda sal. Sürətlər bərabərsə, məxrəcə kiçik olan kəsir daha böyük. Yəni, sənin məxrəcin nə qədər kiçikdirsə, o kəsirin daha böyükdür. Yəni, bu ifadəmiz böyük sayılacaq. Bu formada digərdə eyni qayda ilə həll edirsiniz. Sonra qarışıq ədədlərin müqayisəsi. Qarışıq kəsirlər bilirik ki, biz düzgün olmayan kəsirlərdir. Düzgün olmayan kəsirlərə qarışıq kəsirlər deyilir. Və biz qarışıq kəsirləri biz nəyə görə müqayisə edə bilərik? Məsəl üçün, 5 tam 9-da 2 kəsiri ilə 6 tam 3-də 1 kəsiri müqayisə edirik. Baxırıq ki, bu 5 tamdır, bu da 6 tamdır.
5 6-dan axı kiçikdir, 6 daha böyükdür. Demək ki, 6/3 kəsri daha böyük olacaq. Birincisi tamlara görə baxırsınız. Tamlara görə. Bax, əgər tamlarımız böyükdürsə, böyük olan kəsr əlbəttə daha böyük olacaq. Çünki onun tam hissəsi, baxın bunun tam hissəsi 5-dir, burada tam hissə 6-dır. 6 əlbəttə ki, daha böyük olacaq. Əgər görsəz ki, bu 5/9-2-dir, bu da 5/3-1-dir. Yəni bu tamlar bərabərdir. Onda nəyə görə müqayisə etməliyik? Biz bu kəsrə görə müqayisə etməliyik. Əvvəlcə tamlara görə baxırsınız, tamlar bərabərdirsə, kəsrə görə müqayisə edirsiniz. İndi baxın 9-2 kəsri və 3-1 kəsri. 9-2 kəsrindən 3-1 kəsrini müqayisə edin. Mən 3-ü nəyə vursam bu məxrəclər eyniləşər. 3-3-ə vursam 9, aha, vurduq. 9-2 kəsri, bu da 9-3 kəsri. Görürük ki, bu kəsr daha böyükdür. Demək ki, düzgün yazmışıq. Baxın, bu kəsr daha böyük. Əgər bu form tamlar bərabər olsaydı, bu tam hissələr bərabər olsaydı, kəsr hissələri biz bu cür müqayisə edəcəkdik. Sonra digərləri də eyni qayda ilə, məsəl üçün bir neçəsini də yazaq. Bax, 5-dən, baxın, burada qeyd olunubdur. Tamları bərabər olan kəsrlər var. Və 5/12-də 7 kəsri. Bax, bu hissələr bərabərdir. Tamlar bərabər. Tamlar bərabərsə bunlara fikir vermə. Onda kəsrlərə görə müqayisə elə. 12-də 7 ilə. Müqayisə yapara 12-ni 11-ə vursaq eləyəcək. Deməli 12-ni 11-ə vuranda 1, 3, 232, onu da 7-yə vuranda 70 eləyəcək. Baxın, bu kəsr daha böyükdür. Yəni biz bunu buna vurduq, 132 aldıq. Bunu da buna vurduq, 70 aldıq. Yəni bu hissəni aldıq. Ona görə bu kəsr, əgər bu böyükdürsə, demək ki, bu kəsr böyük olacaq. Demək ki, bizim bu ifadəmiz böyük olacaq. Bu formadan müqayisə edirsiniz. Sonra hesablayın və müqayisə edin. Tam qarşı kəsrlərin toplanması necə olacaq? Qarşı kəsrlərin toplanmasında 2/5-dən 1, üstəgəlsin 3/5-də 4-ə. Qarşı kəsrləri biz toplayarkən birinci tam hissələri toplayırıq, sonra kəsr hissələri toplayırıq. Tam hissələr hansılardır? 2 üstəgəlsin 3, üstəgəlsin 5-də 1, üstəgəlsin 5-də 4-ə. Bərabərdir. 3 üstə 2 gəlsə eləyəcək 5. Üstə gəlsən 4 üstə 1 gələcək 5 bölünsün 5. Bu da bizə nə verəcək? 1 verəcək. 5-in üstə 1 gəldə eləyəcək 6. Siz yadda saxlayın, bu boyda kəsrin cavabı 6 elədim. Siz yadda saxlayın ki, tamla kəsr hissə arasında həmişə üstəgəl işarəsi olur. Yəni bu işarə heç vaxt dəyişmir. Üstəgəl işarəsi olur. Bir neçəsini də yazaq. Bu toplamada da çıxmada da bax eynidir. Toplama çıxmada eynidir. Məsələn 9/16-15 çıxılsın 5/16-3. Bax, burada çıxmalısa artıq tamları 1 çıxacaq, kəsrləri 1 çıxacaq. 9-dan 5 çıxanda 4 üstə gəlinsin. 16-da məxrəclərimiz bərabərdir. 16 olduğu kimi qalır. 15-dən də 3 çıxanda eləcək 12. 4-ün də üzərinə 16, 12 gələndə eləcək 4/16-da 12. İxtisar da apara bilərik. İxtisar aparanda biz sürətləri məxrəci ixtisar aparırıq. Deməli 4 ilə 16 ilə 12 nə ixtisar eləcək? 4-ə gələcək. 14-ə geçsə 12-ni 4-ə böləndə 3, 16-nı da 4-ə böləndə 4 qalır. Yəni 4/4-də 3 qalır bizim kəsrimiz. Və bunu da mən düzgün olmayan kəsrə çevirsəm 4 dəfə 4-ün 16-nın üstünə 4 gələndə 4 yox, üzr istəyirəm burada 3-dür. 16-nı deməli 4 dəfə 4-ün 16 üstə 3 eləyəcək 19. Deməli hər ikisi də bizim cavabımızdır. Birini də qeyd eləyək. Deməli, məxrəcləri bərabər olan kəsrləri toplayıb çıxmaya aiddir. 11/10-3, üstə gəlsə 2/10-1. Deməli, 11 üstə 2 gələndə, çünki bura toplamadır, 11 üstə 2 gəlsə 13. 3-ün də üstünə 1 gəlsə eləyəcək 4/10-4. Bərabərdir 13-13 üzərinə 10-4 gələndə 13/10-4 eləyəcək. İxtisar da apara bilərsiniz, belə də saxlaya bilərsiniz. Amma ixtisar aparsanız daha yaxşı olar. İxtisar aparın. 2, burada da qalacaq 5. Nə eləyəcək cavab? 13/5-də 2 qalacaq. Bu formada hesablayırsınız. Sonra digər suallara baxaq. Deməli, bu hansı bölməmizdir? Deməli, baxaq bir dəqiqə. 52, 51. Onun ardıdır. Ardıdır bu da. Yenə də, məsəl üçün, müqayisəmizi edək. Müqayisə etsək, deməli, tam və burada tamla qarşı kəsrləri, düzgün olmayan kəsrləri bizə müqayisə etməyə göstərir. Qarşı kəsrlə biz düzgün olmayan kəsrləri müqayisə edə bilərik. Onu göstərək sizə.
Yəni eyni şeydir, fərqi yoxdur. 3,8-də 3, bir də 6-da 13. Qarşı kəsrlər ya biz bunu düzgün olmayan kəsrə çevirməliyik və yaxud da ki, bunu qarşı kəsrə çevirməliyik ki, yəni görək nəsə alınırmı bizdə? Deməli, çünki qarşı kəsrləri biz bir müqayisə etməliyik. Düzgün olmayan kəsrləri biz bir müqayisə etməliyik. Çünki başqa cür olmur. İndi gəlin çevirək görək. Bunu düzgün olan bu qarşı kəsri, gəlin bunu da qarşı kəsrə çevirək. 13, 16-nın içində 3,8-də 3, 13, 16-nın içində 2 dəfə düşəcək. 6 və 2-nin 13, 3 bir 13. Baxırsınız ki, bu 3-dür, bu da 2-dir. Deməli, onda hansı böyük olacaq? 3 2-dən daha böyük olduğuna görə. Əgər bu 3-lər bərabər olsaydı, 3 3 olsaydı, onda kəsrlərə görə müqayisə aparacaqdınız. Bu formada yazacaqdınız. Sonra 4, bu da 29 bölünsün 9. Bu 4 tamdır, tam ədəddir də. Tam ədəd. Mən bunu tam və qarşı kəsrə çevirməliyəm. Tam və kəsr hissəyə çevirməliyəm. 29 9-un içində 9 dəfə 3-ün 27 edir. 29 9-un içərisində 3 dəfə yerləşir. 9 dəfə 3-ün 27, 3 dəfə 2 29. Baxın görürsünüz bu 4 tamdır, bu da 3 tamdır. Və bu eləyəcək nə? Onda bu formada 4 daha böyük olacaq. Daha sonra digərləri də eyni. Bax 23 bölünsün 4. 23 4-ün içərisində baxın gəlin buraya qeyd edək. 23 4-ün içərisində 23 bölünsün 4. 4 dəfə 5-in 20, 4 dəfə 5-in 20 üstə 23. İndi 5-də 5-dən 400 kəsri ilə mən 6 kəsrini bir müqayisə etməliyəm. Bu 5 tamdır, bu da 6 tamdır. Əlbəttə ki, 6 daha böyük olacaq. Bu formada müqayisə edirsiniz. Sonra ədədləri deyir, artan sırayla düz. Artan sırayla, azalan sırayla. Ümumiyyətlə, yadda saxlayın, bir kəsri biz artan, azalan sırasına görə düzmək istəyiriksə, kəsrləri biz bərabərləşdirməliyik. Mütləq bərabərləşdirməliyik. 8-də 3 kəsri ilə, demək 8-də 3-dür, 7-də 2-dir, bir də 4-də 5 kəsridir. Biz bunları bərabərləşdirməliyik. Necə? Məxrəcləri bərabərləşdirməliyik. Necə? 8 ilə 4-ə əkөb tapmalısan. 8 ilə 4-ə əköb onsuz da 8 həm 8-ə bölünür, 4-də həm də 4-ə bölünür. Yəni bu ikisinin əköbü elədir nə? 8. Sonra 8 ilə mən 7-yə əköb tapmalıyam. 7 ilə 8 ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin əköbü nə edir? Olan hasilini. 8 və 7-nin 56. Əköb tapdıq ki, 56-dır. Bu da 56 elədim, bu da 56 elədim, bu da 56 elədim. 56-nı 8-ə böləndə 7, 56-nı 7-yə böləndə 8, 56-nı 56-nı da deməli 4-ə böləndə eləyəcək nə? 14. Deməli 7 və 3-ün eləyəcək 21, bu 2-dir. 12-ni deməli 2-ni 8-ə vuranda 8-ə 2 16, 14-ə 5-ə vuranda 70. Aha, indi biz bunları bəli artan sırayla düzə bilərik. İndi baxaq görək hansılar artan sıra nə deməkdir? Kiçikdən böyüyə doğru düzməliyik. Artan sıra. Kiçik kəsrimiz hansıdır? Deməli, birinci baxır ki, bax 16 daha kiçikdir. Deməli, birinci 7-dəki kəsr gəlir. Getdikcə artır, 8-ə 3 kəsri gəlir və getdikcə artır, sonda 4-də 5 kəsri gəlir. Bu formada yaza bilərik. Sonra digərlərdə eyni qayda ilə əköb tapmalıyıq. Sadəcə əköb tapmaq lazımdır. Yəni, məxrəcləri bərabərləşdirməliyik. Məsələn, birini də qeyd edək. Məsəl üçün, bunlara aid qeyd edək. Tamdır, digərləri biri düzgün olmayan kəsrdir, biri düzgün kəsrdir. Bunlar necə olacaq? 2-dir, 7 bölünsün 6 kəsridir və 8 bölünsün 3 kəsridir. 2-nin məxrəc hissəsi nədir? 1-dir də. Biz bunu bilirik ki, 2-nin 2-dir, 3-dür, 4-dür, 5-dir. Yəni, matematik ədədlərin məxrəci həmişə 1 olur. Deməli, bax 1 ilə 6-ya əköb dedik ki, onları hasil eləyir. Yəni, 6-nın özüdür. Əvvəlcə uşaqlar yəni bu əköb tabanını biz bu formada tapırıq. Ya birinci ikisini tapın. Məsələn, 1 ilə 3-ü tapın, ya 1 ilə 6-ya tapın, ya 6 ilə 3-ə əköb tapın. Sonra da o birisini tapaq. Məsəl üçün, mən 1 ilə 6-ya əköb tapsam, 1 ilə 6-ya əköb dedik ki, onları hasil eləyir. Yəni 6 eləyir. 6 ilə 3-ə əköb tapsam, 6 ilə 3-ə əköb nə eləyəcək? Elə 6-nın özü eləyəcək. Deməli, indi yazırıq bura. Burada 6 qeyd edirəm, burada 6 qeyd edirəm və burada 6 qeyd edirəm. İndi mən 6-nı 1-ə böləndə burada 6 eləyəcək, 6-nı 6-ya böləndə burada 1 eləyəcək, 6-nı 3-ə böləndə 2 eləyəcək. 6 dəfə 2-nin 12, 7 dəfə 1-in 7, 8 dəfə 2-nin 16. Baxaq indi, artan sıra ilə, yox, bura azalan sıra deyir. Yəni, böyükdən kiçiyə doğru düzməliyəm. Onda böyük kəsrimiz hansıdır? Birinci bu kəsrdir.
Sonra ikinci bu kəsirdir. Üçüncü də bu kəsir gələcək və bu formada düzələcəyik kəsirləri. Bu formada baxın qeyd eləyirsiniz və digərləri hamısı eyni üsul. Yəni sadəcə məxrəcləri bərabərləşdirməliyik. Ümumiyyətlə kəsirlər ki verilir və bu kəsirləri artan sıra ilə, azalan sıra ilə düzün deyirsə, yəni biz kəsiri hökmə biz məxrəci bərabərləşdirməliyik. Çünki başqa cür biz bilə bilmərik ki, o kəsir artır yoxsa azalır. Yəni nəyəsə görə biz bilməliyik ki, bu kəsir artan kəsirdir və yaxud da ki, azalan kəsirdir. Məxrəcləri bərabərləşdirməliyik. Yəni onun üçün də əköb tapmalıyıq. Əköb də tapanda 2-2 əköb tapın. Yəni 3-3 tapa bilmirsinizsə 2-2 əköb tapın. Tapsaz sadədir. Sonra 1/3/2 kəsiri kiçikdir A bölünsün 12 və kiçikdir 23 bölünsün 12 kəsiri. Sıralamasında A-ya uyğun ədədlərin cəmini tapın. Yəni A-ya hansı ədədlər uyğun gəlirsə, onu da biz cəmini tapmalıyıq. İndi baxaq, burada A-dır. 3 dəfə 1-in 3, üstə gəlsin 2, 5 bölünsün 3. Bu da 12 bölünsün A. Və yaxud da təkrar yazmayayım, burada düzəldim. Deməli, 3-ü 1-ə vuranda 3, üstə gələ 2, 5 eləyəcək. Yəni, bu formada olacaq kəsirimiz. Düzəltdik bunu 3-də 5. İndi baxın, bu 3-dür, bu 12-dir, bu 12-dir. Deməli, 12 mən məxrəcləri bərabərləşdirməliyəm. 12 ilə 3 əköb, elə 12-nin özü deyəcək. 12 3-ə bölünəcək 4, bu da 12-dir. Zaten bu da 12-dir. 12-ni 3-ə böldük 4, 12-ni 12-yə böldük 1, 12-ni 12-yə böldük 1. Yəni, bu tapdığımız əkobları gətirib bu məxrəclərə bölürük. 4 dəfə 5-in 20, 1-i A-ya vuranda A, 23-ü 1-ə vuranda eləyəcək 23 və işarələrlə dəyişmirsiniz, olduğu kimi qalır. İndi nə edirsiniz? Məxrəclər bərabərdir. Məxrəclər bərabərsə bu məxrəcləri atarıq və sürətləri müqayisə edirik. 20 kiçikdir A-dan, kiçikdir 23-dən. Bizim A burada A deyir ki, 20 ilə 23-ün aralığında yerləşir. Əgər uşaqlar burada bərabərdirsə, yəni ki, A burada 20-yə bərabər deməkdir də, A yəni 20-nin özünü alacaq. Və yaxud da ki, burada görürük ki, deməli, A əgər burada 23 olsaydı, deməli, A 23-ün özünü alacaqdı. Amma burada bərabərlik işarəsi yoxdur. Bərabərlik işarəsi yoxdursa, demək ki, A nə 20-dən, nə 23-ü almır. Yəni, bu aralıqda olan qiymətləri alır. A bərabər olacaq 21, 22, dedik ki, 23-ü də almır. Onda dedik ki, bu ədədlərin cəmini tapın. A bərabərdir nəyə? 21-nə, 22-nin cəminə. Verəcək 43. Vəssalam. Bu qədər sadə. Yenə də məxrəcləri eyniləşdirdik və tapdıq. Həmişə bu formada bərabərsizlik görəndə məxrəcləri eyniləşdirirsiniz. Eyniləşdiriləndən sonra məxrəcləri atın və sürətləri müqayisə edin. Sürətlərə baxın, bu formada bir bərabərsizlik aldıq. Bax, belə bir bərabərsizlik aldıq. A deyir ki, bu ədədlərin 20-dən 23-ün arasında yerləşir. Əgər belə bir işarə qoysaydı, yəni dediyim kimi 20-nin özündə alacaqdı. Yəni A 20-yə də bərabərdir. Əgər yoxdursa, bərabərlik işarəsi yoxdursa, demək ki, o ədədləri almır. Baxın, bu ədədləri almır. Bu ədədlərin aralığında olan ədədləri alır. 14 də eyni qayda ilə həll edirsiniz. Sonra 52-yə baxaq. 52-də deyir ki, məxrəcləri müxtəlif olan kəsrlərin toplanması və çıxılması. Məxrəcləri müxtəlif olan kəsrləri biz toplayanda və çıxanda nə edirik? Əköb tapırıq. Sadəcə əköb tapırıq və məxrəcləri eyniləşdiririk. Gəlin eyniləşdirək. Deməli, 3-də 2 kəsir, üstə gəlsin 5-də 1 kəsir. 3-dən 5-ə əköb tapırsınız. 3-dən 5-ə əköb nə edəcək? Deməli, 15. Çünki qarşılıqlı sadə ədədlərdir və qarşılıqlı sadə ədədlərin əköbü onların xasiliyinə bərabərdir. Qarşılıqlı sadə ədədlər hansı ədədlər idi? Ortaq vurğu olmayan ədədlərə. 15-i 3-ə böləndə 5, 15-i 5-ə böləndə 3 eləyəcək. 5 dəfə 3-ün 10 üstə gəlsin 3. 13 bölünsün 15. Bu formada yazırıq. Sonra, məsələn, digərinə baxaq. 12-də 5-lə 18-də 7 kəsirini əköb tapmalıyam. Deməli, əköb tapaq. Baxın, 12 ilə mən 18-də əköb tapmalıyam. 12 2-yə bölünür 6. 6 2-yə bölünəcək 3. 3 də ancaq 3-ə bölünür, qalır 1. Baxın, burada 6-da mən 6-ya bölüb də yaza bilərəm. Burada 6 sadə ədəd deyil, 6 mürəkkəb ədəddir. Yəni, bax, burada yazılan ədədlər ki var, burada yazılan ədədlər fikir verir, həmişə qarşılıqlı sadə ədədlərdir. Sonra 18 2-yə bölünür, qalır 9. 9 2-yə bölünür, 3-ə bölünür, qalır 3. 3 də 3-ə bölünür, qalır 1. Əköb tapanda dedik ki, ortaqları işarə edirik. Ortaqları var, ortaqlarımız var. Ortaqlardan sadəcə biri götürək. 2 var, 2-dən bir dənə, 3 ortaqdır, 3-dən bir dənə. Geriyə nə qalır? 2 ilə, buradakı 2 ilə, buradakı 3 qalır. 3 dəfə 2-nin 6.
3 dəvə 2-nin 6, 3 dəvə 2-nin 6, 6-nı da 6-ya vuranda eləyəcək 36. Yazdıq bura 36. 36-nı belə 2-yə vursaq eləyəcək. 36-nı 2-yə bölsək 3 eləyəcək. 36-nı da 18-ə bölsək 2 eləyəcək. 5 dəvə 2-nin 15, 7 dəvə 2-nin 14. 15 dəqiqəsi 14 eləyəcək 29 bölünsün 36. Məsələn cavabım olacaq 36-dan 29. Bu formada sadəcə əkop tapdıq. Digərləri də eyni qayda ilə. Məsəl üçün, baxın burada məxrəcləri bərabər olan kəsrləri verilib. Bunları bir toplaya bilərsiniz. Alınan cavabla buna, deməli 16-dan 4-ə əkop tapacaqsınız və digər kəsir hesablayacaqsınız. Eyni qayda ilə. Sonra deməli baxın digərlərdə eyni qayda ilə. Məsələn, bundan da bir sual yazaq. Azalan sırayla düzün. Cavabları azalan sırayla deyir düzün. Aha. Bunları hesablamaq lazımdır. Sonra alınan cavabları azalan sırayla düzmək lazımdır. Gəlin hesablayaq. Məsələn, 3-də 1 kəsir, 3-də 6-da 1 kəsiri, 3-də gəlsin 9-da 4 kəsiri. 3-dən 6-ya əkop nə eləyəcək? 6-nın özü eləyəcək. 6-dan 9-a biz əkop tapmalıyıq sonra. 6 nə deməkdir? 2 vurulsun 3 deməkdir. 9 da 3 vurulsun 3 deməkdir. Deməli, ortaqlarımız 3-dür. Deməli, 3-dən bir dənə götürürük. 2 vurulsun 3, 6. 6 və 3-ün 18. Deməli, bu 3-ün əkobu nə elədi? 18 elədi. Deməli 18, 18-i əkub tapdıq. 18, 18-i 3-ə böldük, elədi 6. 18-i 6-ya böldük, 6 və 3-ün 18. 18 9-a böldük, 9 və 3-ün 18. 6 və 1-in 6, 3 və 1-in 3, 4 və 2-in 8. 6 üstünə 3 gəldi, yeri 9. 9 üstə 18, 17 eləyəcək. Daha doğrusu 6 üstünə 3 gələndə 9, 9 üstə 8 gələndə 17. 17 bölsün 18. Cavabımız oldu 18, 17. Digərlərində baxın eyni qayda ilə toplayıb çıxacaqsınız və eyni qayda ilə toplayıb çıxandan sonra alınan cavabları deməli azalan sırayla düzməlisiniz. Əgər məxrəclər ki bərabərdir, məxrəclər bərabərdirsə deməli sürətlərə görə müqayisə apararsınız. Yox, məxrəclərin hamısında fərqlilik varsa, onda siz o həmin o məxrəclərə əkop tapmalısınız. Bir də o formada hesablamalısınız. Məxrəcləri eyniləşdirib sonra biz müqayisəni azalan artan sırayla düzürük. Deməli, məxrəclərin müxtəlif olan kəsrlərin çıxılması qalsın, bu hələ ki qalsın. Sonra baxaq görə burada nə verilir? Əlverişli üsulları hesablayın. Əlverişli üsullar, yəni heç nə. Əlverişli üsulları necə hesablaya bilərik? Baxın, birini qeyd edeyim. Baxırsınız ki, burada 28 ilə 21-ci suallar. 25-25 məxrəclər bərabərdir. Buna onları bir toplayacaqsınız. 19 məxrəclər bərabər olan kəsrləri necə toplayıb çıxırıq? Sürətlər olduğu kimi toplanır və çıxılır. 19 dəqiqə 1 20 bölünsün 25. Bunu əlverişli hesabladıq. Üstə gəlsin də 15-də 1. İndi artıq 25 ilə 15-ə biz əkop tapmalıyıq. 25 nə eləyəcək? 25 5 vurulsun 5 deməkdir. 15-də 3 vurulsun 5 deməkdir. İndi 5, 5. Deməli, ortaqlardan bir dənə götürürük. 5 dəvə üçün 15. 15-də 5-ə vuranda eləyəcək 75. Tapdıq, burada əkop 75 elədi. 75-i 25-ə bölsək 3 dəfə düşəcək. 75-i 15-ə bölsək 5 dəfə düşəcək. 23-ə vuranda 60. İşte gəlsin 5. Eləcəndə 65 bölünsün 75. İxtisar da apara bilərik. İxtisar da aparsaq 5-ə. 65-i 5-ə böləndə 13 eləyəcək. 75-i də 5-ə bölsək eləyəcək 15. İxtisar aparanda da biz bilirik ki, yəni sürəti nəyə bölürsə, məxrəci də ona bölməliyik və yaxud da sürəti nəyə vururuqsa, məxrəci də o həmin ifadəyə, rəqəmə də vurmaq lazımdır. Bu formada hesablayırıq. Digərlərdə də eyni qayda ilə, yəni bircə qalır burada, sadəcə məxrəclərin müxtəlif olan kəsrlərin çıxılması qalır. O da növbəti dərsdə izahı veriləcək sizlərə. Bura qədər dərsimiz bitdi. Yəni digər sualların hamısı oxşar suallardır. Ona baxıb ona uyğun həll edərsiniz misalları.